Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər, müəllimlər, şagirdlər və biologiya sevərlərimiz. Biz bu videomuzda dəyər test toplusundan çoxalma ontogenes bölməsinə aid olan testlərin izahını verəcəyik. Testlərin izahına keçməmişdən öncə istəyirəm ki, sizlərə deyəm ki, istəkləri nəzərə alaraq son dekabr qrupumuzu yaradacağıq. Qrupa qoşulmaq istəyənlər 055 634 73 41 nömrələri ilə əlaqə saxlaya bilərlər. Başlayırıq qapalı tipli test tapşırıqları ilə. Birinci sualda bizə deyilir ki, şimpanzenin X, Y və Z ilə göstərilmiş hüceyrələrinin xromosom sayının cəmini hesablayın. 248 verildi. Böyümə mərhələsində olan hüceyrə diploid xromosom yığınına malikdir. Y birinci meyozdan alınıbdır. Bu haploid xromosom dəstinə malikdir. Z də ikinci meyozdan alınıbdır. Bu da haploid xromosom dəstinə malikdir. Cəmi toplayanda eləyir 4N. 2 enimiz 48 ise enimiz 24'e beraber olur. Eni yerine getirip bu 4'ündeki eni yerine 24'ü koyanda 4'ü 24'e vurduğumuz zaman cevabımız eləyəcək 96. Yani birinci sualın cevabı bizde olur B bəndi. Gəldik ikinci suala. İkinci sualda deyir ki, çiçəkli bitkidə spermilər bilavasitə əmələ gəlir. Spermilər bilavasitə nədən əmələ gələcək? Təbii ki, generativ nüvənin bölünməsindən. Tolcuq dənəsinin içərisində iki nüvə var idi, vegetativ nüvə, generativ nüvə və onlar tolcuq borusuna düşəndən sonra generativ nüvə bölünüb iki dənə spermini yaradırdı. Yəni cavabımız C bəndi olacaq. Üçüncü sualda 20 xromosomlu hüceyrədən meyoz yolla əmələ gələn hər bir hüceyrədə neçə xromosom olar? Xromosom sayı 2 dəfə azaldığına görə meyoz bölünmədə cavabımız Y bəndi olacaq. 20-ni 2-yə böləcəyik. Dördüncü sualda mitoz zamanı bölünmə vətənlərin yaranmağa başladığı fazada baş verir. Yəni profazanı demək istəyir bizdə. Xromosomların nazik sap şəklini alaraq görünməz olması bu telofazadır. Homoloji xromosomlar arasında irsi məlumat mübadiləsinin getməsi bu ümumiyyətlə meyozda olur, mitozda olmur. Nüvənin bölünməsi, bax, bu nüvənin bölünməsi ümumiyyətlə telofazadadır yine. Yəni ümumiyyətlə nüvə olmurdu orada. Sadəcə yaranandan sonra, nüvə pərdəsi yaranandan sonra, nüvəcik əmələ gələndən sonra nüvə bölünür təbii ki. Xromatidlərin bir-birindən tam ayrılaraq qütblərə çəkilməsi bu anafaza mərhələsidir. Nüvə pərdəsinin həll olması da profaza mərhələsindədir. Yəni cavabımız Y bəndi olacaq. Gəldik 6-cı sualda. İnsanın epiteli hüceyrəsində həyat siklində baş verir meyoza aid prosesi axtaracağıq. Xromosomların hüceyrənin ekvator sahəsi boyunca düzülməsi baş verir mitozun metafazasında. Sitoplazmanın bölünməsi baş verir. İki xromatli xromosomların hüceyrənin qütblərinə çəkilməsi bu meyozun birinci anafazasındadır. Epitel hücresində də meyoz bölünmə baş verməz. Yəni cavabımız elə C bəndi olacaq. DNT-nin ikiləşməsi interfazanın sintetik mərhələsidir. Xromatin saplarının qısalaraq yoğunlaşması bu da profaza mərhələsindədir ki, baş verir epiteli hüceyrələrində. 7-ci sualda bizə deyir ki, şəkildə çox hüceyrəli heyvanın embrional inkişafı zamanı hansı mərhələsi göstərilmişdir? Təbii ki, bilqatru rüşeym təbəqəsinin yaranması prosesidir ki, bu da blastula mərhələsidir. Yəni B bəndi. 8-ci suala gəlirik. Mitoz bölünmənin metafaza mərhələsində 38 hücrəsində 38 xromosom olan məməli heyvanın metafazada zaten xromosom sayı 2N'dir. 2N'i 38'e göstər bərabər eləyiblərsə, deyir ki, məməli heyvanın bir yumurta hücrəsi 3 yönəlci cisimciyindəki xromosomların sayının cəmini tapın. Yumurta hücrəsi N'dir, bir dənə olduğuna görə N şəkildə götürürük. Yönəlci cisimcik özü də N'dir. 3 dənə olduğuna görə 3N'də bunu götürürük. Cəmi eləyir 4N. Düzdür. Cəmi eləyir 4N. 2N'imiz 38 ise N'imiz də olacaq 19. N'in yerinə gətirib 19'u qoyanda 4'ü vuranda 19'a cavabımızı da tapacağıq 76 C bəndi. 9-cu suala gəldiyimiz zaman hüceyrənin bölünməsi meyoz veribdir. Xromosom sayı 24'dür. Əmələ gələn hüceyrələrin xromosom sayının cəmini istəyir. Yəni 2 N'imizi bizə verib 24. N'imiz də olub 12. Meyoz bölünmədən 4 dənə hüceyrə əmələ gəlir ki, 4'ü də biz 12'ye vuranda cavabımızı 48 tapacağıq. Yəni B bəndi 9-cu sualda. Davam edirik 10-cu sualda. Drozofil milçəyində zigotu əmələ gətirən hüceyrələr, yəni qametlərdən söhbət gedir. Eyni genotipə malikdir, xeyr.
Niyə yeni genotipə malik olsun ki? Mitoz bölünmə nəticəsində əmələ gəlir, xeyir, meyozla yaranır. Haploid xromosom yığımına malikdir? Bəli, hər ikisi N-dir. Cavabımız C bəndi. Yönəlti cisimciklərin birləşməsi nəticəsində yaranmaz. Yalnız dişi cinsiyyət vəzlərində yaranır. Xeyr, spermatozoidlər erkək cinsiyyət vəzlərində yaranacaq. 11-ci sualı. 20 xromosomlu diploid bitkidə əmələ gələn 4 spermdə cəmi neçə xromosom olar? 2 enimiz 20-dirsə, enimiz də 10-a bərabərdir. 4 dənə spermi deyirsə 4 n nəzərdə tutacağıq. Çünki spermilərin hər biri n olur. N'in də yerinə gətirib onu qoyanda 4'ü ona vuranda cavabımız eləyəcək 40 Y bəndi. 13-cü sualda deyir, sxemdə yanlış bəndi müəyyən edin. Postembriyonal inkişaf düzünə dolayı. Quşlarda düzünə gedir, bəli. Məməlilərdə düzünə gedir, bəli. Sürünənlərdə düzünə gedir, amma sürünəni dolayıya yazıblar. Elə səhv variant budur. Suda quruda yaşayanlarda sürfə mərhələsi var, dolayıdır. Həşəratlarda sürfə mərhələsi var, dolayıdır. Cavabımız oldu C bəndi. 13-cü sualda doğru fikri müəyyən edin. Çiçəkli bitkidə dişi gametofit. Görək nədir? Yəni cümləni necə tamamlaya bilərik? Tozcuq borusunda yerləşir, xeyir. Mikrospordan yaranır, xeyir. Tozluqda yetişir, xeyir. Bölünərək vegetativ generativ nüvəni gətirir, xeyir. Bunların hamısı erkeğe aid olan şeylərdir. Yumurtacığın içərisində yerləşir, bəli. Doğrudur. Düp eləmiyoruz. Ye bəndə. Dişi gametofit dişi cinsi nəsil deməkdir. Deyil, bu da zaten rüşeym hissəsinə bərabər olmuş olur ki, bu da elə yumurtacığın içərisindədir. Embriyonal inkişaf dövrü bütövlükdə ana orqanizmdə tamamlanır. Təbii ki, kimin? Plasentalı məməlilərin. Cavabımız B bəndi. Burada biz plasentalı məməli demişdik. Yumurta qoyan məməlilər də quşlardır. Yumurtanın içərisində keçir. Embriyonal inkişaf dövrü suda burada yaşayanlarda belə bir ifadə deməmişdik. Bütün sürünənlərdə də bu şəkildə deyə bilmərik. Yəni bəzilərində olur ki, embriyonal inkişaf ana orqanizmdə tamamlanır. Diri bala doğanlardan, məsəl üçün yatağanlardır, sonra gürzədir falan bu şəkildə deyə bilərik. Ona görə cavabımız 14'te B bəndi. 15-ci sualda bizə deyir ki, bədəninin qopmuş hissəsindən tam orqanizm inkişaf edə bilmir. Cavabımız kərtənkələdə burada. Kərtənkələdə sadəcə quyruğun qopurdu və yerinə yeni bir quyruq çıxa bilirdi. Ta qopmuş quyruqdan yeni bir orqanizm yaranmırdı. Yəni fragmentasiya yəni yox idi bunlarda. Amma plan narildir, süngərdir, bağırsaq boşluğudur, dərsi tikanlıdır. Bunlarda demək fragmentasiya rast gəlmək olurdu. 16-cı sualda deyir ki, heyvan orqanizmində oogenezin böyümə mərhələsinin sonunda sonu 2N, 4C, 4D'dir. 104 DNT molekulu varsa, yəni 4 D'miz bizim bərabərdir 104'ə, D'miz də bərabərdir 26'ya. D'miz 26'ya bərabərdirsə, N'in, C'nin qiyməti elə D'yə bərabərdir, eynidir. Qarşısındakı rəqəmləri sadəcə dəyişdiyimiz zaman fərqli ola bilir. Bu canlının yumurta hüceyrəsi neçə xromosomludur? D'miz 26'dırsa, N'imiz də elə 26'dır. Ona görə cavabımız Y bəndi olacaq. 17-ci sualda qrafikdə Y ilə işarələnmiş mərhələdə baş verir. DNT miqdarı görür ki, Y-də C-dən 2C-yə qalxıbdır. Bu ya interfaza mərhələsindədir, ya da mayalanma prosesi baş verib ki, yəni C-dən 2C-yə DNT-nin miqdarı 2 dəfə artıbdır. Baxaq görək, DNT-nin ikiləşməsi baş veribdir, interfazadır, Y bəndi olacaq bizim cavabımız. 18-ci sualda 2 bərabərdir 14 xromosomlu bitkinin mayalanmadan bilavasitə əvvəl rüşeym hissəsində olan hüceyrələrində
Cəmi neçə xromosom olar? Spermlər daxil olmayıb. 2n14 isə bizim enimiz olur 7. Mayalanmadan qabaq spermlər üşem hissəsinə daxil olmursa, burada 7 hüceyrə olur, 8n xromosom yığını olur. 8n-dəki n-in yerinə də 7-ni qoyanda, 8-i 7-yə vuranda cavabımız eləyəcək 56. Yəni A bəndi olur 18-ci sualın cavabı. 19-cu sualda çiçəyin erkəkciyində bilavasitə meyoz bölünməklə əmələ gəlir. Ana tocuq hüceyrəsi bölünür meyoz bölünməklə əmələ gətirir mikrosporu. Yəni cavabımız A bəndi olacaq. 20-ci sualda bizə ki, cədvələ əsasən hüceyrələrin müvafiq olaraq hansı bölünmə keçirdiyini müəyyən edin. Hüceyrələri verib KLM interval və sintetik mənasında xromatid sayını sonunda 40-a bərabər eləyib. Yəni ki, interval və sintetik mənasının sonunda düsturumuz 2N, 4C, 4D'dir. Və əmələ gələn hüceyrənin xromosom sayını deyibdir. Yəni əmələ gələn hüceyrədə zaten diploid olur da. Yəni burada da diploid sayı göstəribdir. Bizə 4C-ni burada 40-a bərabər edibsə, düzdür. 2 dəfə azaldaq 2C-yə görə. 2C-miz bərabər olacaq 20-yə. Elə 2C 2N deməkdir də zaten. Yəni dediyimiz kimi lap bunun beynimiz qarışmasın. Bu şəkildə yox. C-mizi buradan tapaq. C-miz eləyib 10. C-miz 10-dursa N-imiz də 10-a bərabərdir. N-imiz 10-dursa 2N-imiz nə qədər olmalıdır? 20-yə bərabər olmalıdır. Demək ki, burada nə baş veribdir? Mitoz bölünmə baş verəcək. K-da mitoz bölünmə baş verib. Gəldik, 4C-ni bizdə burada göstərib 240, C-ni tapıram burada 120. C-ni 120 tapıram. Yox, 120 yox, nə şey tapırıq, 60 tapırıq. C-ni 60 tapırıq. C 60-dırsa N də 60-a bərabərdir. 2N-imiz onda nəyə bərabər olur? 120-yə. Amma burada xromosom sayı 120-dən 2 dəfə azdır, 60-dır. Onda meyoz bölünmə baş veribdir. Gəldik üçüncüyə. 4C-miz yenə 60-a bərabər göstərilibdirsə, C-miz 15-dir. C-miz 15-dirsə, N-imiz də 15-ə bərabərdir. Demək, N-imiz 15-dirsə, 2N-imiz də bərabər olacaq. Demək, 30-a. 2N-imiz 30-dur. Bundan əmələ gələn hüceyrə 15 xromosomlu olubsa, 2 dəfə azalıbdır. 2 dəfə azalıbdırsa, demək, nə olmuş olacaq? Meyoz bölünmə baş vermiş olacaq. Baxdığımız zaman cavabımız B variantı olmuş olur. 21-ci sualda deyir ki, sxemdə hansı rəqəmlə qeyd olunmuş hüceyrənin bölünməsi zamanı qütblərə 2 xromatli xromosomlar çekilir. Təbii ki, burada meyoz 1 mərhələsində olan hüceyrədir ki, bu da bir dənə yetişmə zonasındakı başlanğıc hüceyrədir. Cavabımız 4 olacaq. Anafazanın birincisində 2 xromatli xromosomlar qütblərə çəkiləcək. Aha, 22-ci suala gəlirik. Burada deyir ki, parçalanma mərhələsində yumurta hüceyrə tam bölünməyə məruz qalır. Nəticədə bərabər ölçülü blastomerlər yaranırdı. Bu blastomerlərə biz nəyi aid edə bilərik? Bu cür hüceyrələrə biz harda rast gələrik? Demək, bu olardı neştərçədə, dərsi tikanlılarda və ali məməlilərdə. Düzdür. Ona görə cavabımız B bəndi olacaq. 23-cü sualda yumurtalığın yetişmə zonasına daxil olmuş 4 ilkin cinsiyyət hüceyrəsindən bu zonanın sonunda neçə yumurta hüceyrə və neçə yönəlci cisimci əmələ gələr? Başlanğıc hüceyrə sayı qədər. Başlanğıc hüceyrə sayı qədər dişi fərddə yumurtalıq deyibdir. İlkin cinsiyyət hüceyrəsi sayı qədər yumurta hüceyrə əmələ gəlir. Yəni 4 dənə yumurta hüceyrə, bundan 3 dəfə çox yönəldici cisimcik. Yəni 4 ölçü oranında 12 dənə yönəldici cisimcik yaranacaq. Yəni cavabımız A bəndi olacaq. 24-cü sualda Euler-Venn diaqramında uyğunsuzluğu müəyyən edin deyir bizə.
Planaride fragmentasiya var. Bu doğrudur. Süngərlərdə həm fragmentasiya, həm tumurcuqlanma var. Bu da doğru. Mayen göbələyində yalnız tumurcuqlanmadır. Doğrudur. Bağırsaq boşluqlarda həm tumurcuqlanma, həm fragmentasiya var. Bu da doğrudur. Dərsi tikanlarda sadəcə fragmentasiya olur. 5 burada olmalıydı, burada yox. Yəni cavabımız Y bəndi olacaq. 25-ci sualda nüvə şirəsi nə zaman stoplazmaya qarışır? Nüvə pərdəsi əriyəndə profaza mərhələsində, yəni hüceyrənin bölünməsinin əvvəlində. Yəni cavabımız D bəndi olacaq 25-ci sualda. 26-cı sualda çiçəkli bitkilərdə tozcuğun əmələ gəlməsi zamanı meyoz bölünməyə məruz qalır. Təbii ki, ana tozcuq hüceyrəsi. Təbii ki, ana tozcuq hüceyrəsi meyoz bölünməyə məruz qalmış olacaq. Cavabımız B bəndi. Tamam. 27-ci sualda insan orqanizmində ektoderma mənşəlidir. Dərinin derma qatı mezodermadır. Qan damarları mezodermadır. Dərinin derma qatı mezodermadır. Qan damarları mezodermadır. Cavabımız dişi mina qatı və sinirlər olacaq. C bəndi. Aha, bu dəfəki videomuzdan bu qədər. Sağ olun, Allah amanında olun. Hələlik.